Herkese salam değerli dostlar. Yine ondan əvvəldə birlikdəyik sizlərlə. Bu səfər 3-cü təsnifat danışacağıq. Görünən ağzımda çox bir saatlıq çəkiliş eləmişik. 1 saat 9 dəqiqə 16 saniyə. Bugün 20:40-dan etibarən izləyə bilərsiniz ölkə halları barəsində. Təbii ki, bunu bugün çəkirəm 31 iyul tarixində. Bu videonu siz 2 Avqustda pazar günü izləyəcəksiniz. Arada isə birinci gün sizlərlə birlikdə olacaq. Gəlin isə başlayaq, görək kim kimləndir, nə vardılar, nə inədilər, buradan baxaq. Və ölkə xallarını təbii ki danışmayacağım. İlk olaraq Çempionlar Liqası ilə başlayaq, görək gələcək həftədə bizi nələr gözləyir, baxdıq. Slovakiya, arxamızda olan Slovakiyanın tək təmsilçisi Slovan Bratislava qala bilməyəcək bu ehtimalla. Onlar UEFA Avropa Liqasında davam etməyə çox yaxındır. Mijelibi ilə oynayacaqlar. Mijelibi İsveç təmsilçisidir. Onlar bura qədər sadəcə olaraq Konik oyuna məğlub elədilər və ayın 4-cü səbisdə gözlədilər ki, Slovan Bratislava ilə oynayacaqlar öz evlərində. Nəticə isə 11 Avqustda səfərə yollanacaqlar. Harrat Armeniya gələcək verdiyimiz zaman Sloveniyanın tək təmsilçisi olduğunu deyək. Bu görüşdə istəyərək Armeniya qazansın. Təbii ki də bizə Dubkavaya getmək istəyirsə Sloveniya təmsilçisi arxaya gəlsin. Xaberşova Sirvena Zvezada səhv etmirəmsə Serbiyanın tək təmsilçisi qalıb. Burada Sirvena Zvezdaya uğurlar arzulayıram. Nələ ki İsrailə xal verməzlər. Levski Sofia kartı gəldiyimiz zaman isə Karita uğurlar arzulayıram. Levski Sofia baxmayaraq ki, bəzi çətin komandadır. Onlar bura qədər Krayovanı məğlub elədilər. Tam 3-2 skorla bilirəm ki Levski Sofia Karatda qazanan tərəf Karat var. Çempionlar Liqasında Karatı görək. Sparta Praha Lyon görüşü var. Hələ ki də bunlar bizə lazım deyil, amma bu Türkiyə tərəfindən lazımdır deyə danışırıq. Sparta Praha Çexiya, Lyon Fransa təmsilçisidir. Ümidəm ki Lyon qələbə qazanır deyək. Sparta Prahanı Avropa Liqasına göndərək. Onun yanısı ki, burada yeni məktəbdə yenidən Belçika Norveç görüşü var. Burada Türkiyə tərəfindən aid deyil. Türkiyəyə hansı sərf edirsə, ümidəm ki o tərəfdə də qazanır. Olympiakos Nice etməzsə, Nice Niderland klubunundur, bəli, Olympiakos Yunanistan. Maraqlı görüşlər olacağını deyirik. Çempionlar Liqasında daha bir üçüncü təsnifatda qarşılaşmalardan biri Dinamo Zagreb, Kaunas Zalgiris-2 Litvaniya. Litvaniyaya da uğurlar arzulayaq. Ümidəm ki Litvaniya qələbə qazanar həqiqətən Dinamo Zagreb adına. AGF sabah bilirsiniz ki Azərbaycan 2 dənə təmsilçisi qaldı artıq Avropada. Neftçi və Zirənin Avropaya əlvidasından sonra Qarabağın da əlvidasını gördük. UEFA Avropa Liqasını artıq Qarabağ yoluna Konferans Liqasına davam edəcək. Sabah isə inamlı şəkildə yollanır Çempionlar Liqasının bütün təsnifatına və ümid edirəm ki AGF-yə də udarıq. Hadi baxma play-offda uduzsaq da problem deyil. Play-offda uduzsaq UEFA Avropa Liqasına bir bax edəcəyik. Ən azından bu bizim üçün böyük şans olar. Yəni ya da burada uduzacağıq böyük ehtimalla düşünürəm. Çünki AGF Danimarka Lex səfərdə də uzunmuşdular öz evlərində. Səfərdə isə Lexi məğlub etdilər. Çətin bir görüş gözləyir sabahı.
Fenerbahçe Stuttgart'a geldiğimiz zaman ise kazanan taraf Fenerbahçe'nin olmasını çok istəyərik ki, bu hem Türkiye adına çok lazım bir şeydir. Hem de Azerbaycan'la danışılsa çok lazım bir şeydir. Avstriya təmsilçisini məğlub eləmə. Cavab görüşlərinə gəlirik. Yeniden göstərirlər bizə bax bu cavab görüşlərini. Cavab görüşlərinə desək, ondan əvvəlin digər bir bölümündə birlikdə olacağıq. Allah kömək edir. UEFA Avropa Liqasının ilk təmsilçiləri oynayacaqlar ayın 4-cü saat 23-dən etibarən Shamrock Rovers Egnatia görüşü var. İrlandiya təmsilçisi Albaniya təmsilçisinə qarşıdır. Ümidlərim ki, qazanan elə Egnatia olacaq və Avropada inanmış şəkildə yolumuzu davam eləyəcəyini gözləyirəm Egnatia'nın. Larni İberiya üstüne geldiğimiz zaman İberiya'dan qələbə kazanmasını çok istəyirəm. İberiya'da səmimi qəlbimdən oğullar arzularım. Larni var İrlandiyadır. Bizim Şimali İrlandiyadır. Tamam. Ferencvaroş Gornik görüşüne geldiğimiz zaman ise Ferencvaroş Gornik. Tefin görüşdü bu. Ben çok istəyərik, en azından Gornik qələbə qazanan. Düzdür, Türkiyə adına biraz çətin olacaq, yəni Gornikin qələbə qazanması səhv eləməyəcək, amma Azərbaycanla yaxşı bir şey çəkər. Sabah və yaxud Qarabağ en azından bir dənə turlu qruplara qalsaq, ölkə xalqına təqribi olaraq 2300-ə yaxın xal qazanacaq, səhv eləmirəmsə. Mən ölkə xalqlarını daha da ətraflı çəkəcəm. Playoff'dan sonra. Playoff'un cavabını çəkəcəm. Necə xalq qazanacaq o hiss edəcəm, amma bir də qruplara qaldığımız üçün də ekstra ölkə xalqlarıyla da bərabər olacaq təbii ki də. Kups Krayova'ya geldiğimiz zaman ise Enci Krayova Kups'u məğlub edəcəyini düşünürəm. Burada tartışmaya ehtiyac yoxdur. Jagiellon ve Rangers görüşüne geldiğimiz zaman ise biri Porsche görüşüdür, Jagiellonia. Biri ise Şotlandiya'nın görüşüdür. Belki Şotlandiya qələbə qazanar. Hem Tel Aviv CSKA Sofya'ya geldiğimiz zaman ise CSKA Sofya dönenler Qarabağ'ı məğlub etdi. Ama ümid edirəm ki CSKA Sofya Tel Aviv'i də məğlub edər. Evet. Və bütün təslimatdan danışırıqsa, Tel Aviv'i də konferansa göndərərik. Lincoln Omonia geldiğimiz zaman ise Omonia qələbə qazanacaq burada böyük ehtimalla. Lincoln ise yolunu konferans liqasına davam edəcək. Harduk Kralov və Beşiktaş görüşünə geldiğimiz zaman səhv etmirəmsə Norveç Türkiyə görüşü var. Haqqında. Çekiya. Çekiya Beşiktaş'a. Allah razı olacaq. Salzburg Pafos görüşü biraz çətin olacaq. Avstriya Kipr görüşü məncə burada qazanan Avstriya olacaq. Lech Klaksvik Faraduvar ilə qarşılaşacaq. Lech bunun net olacaq. Düşünürəm. PAOK Anderlecht görüşündə isə Yunanistan Belçika görüşü var. Dediyim gibi Türkiye'nin varlısı olsun. Tun Vikingur görüşüne geldiğimiz zaman ise biz İsveçre, İslandiya. Biraz Vikingur'da çətin komandadır. Yani onu elə belə bilməyin. Bilmirəm nələr olacaq. Amma böyük ihtimalle Tun qazanan tərəf olacağını düşünürəm. Benfica Hertz görüşüne geldiğimiz zaman Portugalya, Şotlandiya bir görüşü var. Evet. Ben birleştireceğim. Aha, Portugalya'da bu da Şotlandiya. Öneririm kazanan taraf Türkiye'nin ne serifilisi olar ve Şotlandiya'ya kazansın. Ne yapalım? Diğerleri ise zar görüşler. Üçüncü təsnifatda bir-birindən birlikte üçüncü təsnifatın konferans liqasında ağladığımız görüşündə Letonya Albaniya görüşü olacaq. Ümidəm ki Albaniya görüşü qazanan tərəf var.
Brama Apollon'un geldiğimiz zaman ise Norveç Kipr temsilcisi var. Burada sözsüz ki Buran qələbə qazanacaq. Panathinaikos CSKA 1948 Sofya görüşündə Panathinaikos'a uğurlar olacaq ki, Sofya getsin. Interval görüşünə gəldiyimiz zaman ise biz Finlandiya Liechtenstein gələcək. Valdızı uğurlar olacaq. Ne diyeyim? Payda Rapid görüşünə gəldiyimiz zaman ise Estonya Avstriya görüşüdür. Çətin görüşdü. Ama Rapid yine qazanacaq. JK Motorval Finlandiya Şotlandiyada %100 Motorval qələbə qazanacağını düşünürəm. Nasiyon gəldiğimiz zaman siz sonun qələbəsini təbii ki də çox istəyirəm ki, Ermənistan qalacaq tutub bilməsin. Jablonec Refersi görüşü var ki, səhv etməsəm Çexiya Letoniya görüşündə isə çətin olacağını düşünürəm, amma Çexiya yenə qələbə qazana bilər. DFSC Kopenhagen görüşündə Kopenhagenə ruhlar arzulayıram. Bilirəm ki, DFSC əməl verəcək. Yakov Hammerberg görüşündə isə Polşa İsveç görüşü var. Yakova burada razıyıq. Mahir Emirəm dedim ki, burada qovuşmadan Riga görür. Letonya Letonya klubu var. Macaristan klubuna qarşı Riga'nın qələbə qazanmasını çox istəyirəm. Flora Inter görüşü niyə ertələnib? O səbəb Estonya'da problem olduğuna görə onun Inter Flora olaraq dəyişdirilib. Inter öz evində oynayacaq. Doğru. Ne diyeyim? Onlardan yollar. Əsas məsələ. Dinamo Kiyev, Qarabağ. Yeniden bir görüş dedim. Ukrayna, Azerbaycan. Qarabağ'a buradan mütləq Dinamo Kiyev'i məğlub etmək lazım ki, ölkə xanımcımız Ukrayna'nı qabaqlayaq. Hadi Qarabağ. Şimdi biz görünümün fənləndi. Deyək. Bu arada Dinamo Kiyev Qarabağ görüşündə Karisov zədələnib. Böyük zaman oynamayacaq. Bilirəm ki, ortada sağ var. Özünə qədər. KTP Kagent görüşündə isə Kagent'ə uğurlar arzulayırıq. İsveç Belçika görüşündə hər şey bizim sənə kimi geçsin. Sağ giyiz. Görüşümdə isə Litvaniya təmsilçisində uğurlar arzulayıram. Bilirəm ki, haydi qələbə qazanır. Cəfər quruşdurum burada isə Rumıniya bir Norveç görüşündən səhv etmirəmsə. Norveç oyuna varacaq, %100 yəni sizə. Şerif Stalin. Stalin Şotlandiya idi. Bilmərəm ki. İsveçrə. Ne diyeyim, Şerif uğurlar. Peter Jerusalem, Avstriya gəldi. İsrail, Avstriya. Avstriya uğurlar. Ajax Şəlbrun da əldə elədik. Ajax %100 qədər qazanacaq. Ajax tam böyle öz evində oynayır. 8 dənə qolu var rahat. Tefen Tetak, Slovakya, Elvida. Slovakya 2 dənə təmsilçisi varmış səndə mən. Çox təəssüflər. Elvida Lesni Tvente. Praga Dinamo Minsk'də Praga uğurlar arzulayıram. Dinamo Minsk'in başını əzməyə vaxtıdır. Valur, Anşinanda var. Vaxaparandır. İslandiya Danimarka görüşündə. Danimarka'nın bir dənə baxın. 6-0 İsveç Uzbek. Nəyi qoyub həzəndən şərsəz ki. Ona görə də İslandiya təqib elədik. Evet, Boğaziçi Vitebsk görüşünə gəldiğimiz zaman isə Bosna Hersk görüşü Belarus olacaq. Bosna Hersk burada da uğurlar. Lugan Nurmalik görüşündə Ferrari'larda oynayacaq İsveç təmsilçisi. Logana'da, nə bilim, Logana'ya Ferrari'ların uğurlar deyək. Rijeka İlves görüşü var. Horvatiya Lüksemburg'un maalesef. Finlandiya da istətindir. Necə İlves uğurlar. İnşallah İlves aparar. Bohemian Midtjylland'da gəldiyimiz zaman isə
İrlandiya Qaramaşı'da %100 bundan marka aparacağını gözləyirəm. Trefiori Driste görüşündə isə Trefiori'yə, Samverne'yə uğurlar arzulayıram. Partizan topu ən çətin görüşlərdən biri olacağını düşünürəm. Serbiya və Qazaxıstan topla uğurlar. Son olaraq biz Hibernian, Şvenya görüşündəyik. Şotlandiya, Şimali Makedoniya, onun dəstəyən Şimali Makedoniyaya da uğurlar deyək. Şvenya ümid edirəm ki, möhtəşəm qələbə qazanacaq. Haricə isə biz mən açıqlama verim bu arada. Bir şey diyeceğim. Evet, Inter Miami Columbus Getsat tutsa bir tek. Evet. Bir şey diyeyim ben. Məhv biz həftənin 3-cü günü evet, cavab görüşündə həftənin 3-cü gündə PSG Aston Villa görüşündə olacaq. Qalan tərəf Aston Villaları inşallah ki deyək. Evet, hatırım üstü. En çok oyuncusu bir sportlu olacaq. Belə. Və saat 20'den etibarən Kopenhagen Universitet Rapid Prime görüşünün cavab görüşünü açıq və Ligasının 18 Avropa Ligası, Konferans Ligasının da cavab görüşlərinin birlikdə olacaq. Qalan tərəf inşallah biz istədiyimiz senaryoda olaq. Evet, bir də ölçü xalları analiz edəcək mütləq dərəcədə. Ölçü xalların analizində də həftənin birinci günündə bəlli olacaq. Ölçü xalları analiz həftənin ikinci günü olacaq. Birinci gün isə biz Büşratman olacaq. Evet, gün Büşratman günü. Orada da canlı olacaq. Təşəkkürlər hər kəsə. Ondan əvvəlin bölümlərini qatılmayın. Bu video isə bugün cümə günüdür. Bu həftənin bazar günü olacaq.